2011-ci ildə Ərəb Baharı baş verdi. Bir çox dikta rejimində olan diktatorlar devrildi. Bu dəyişiklikdən sonra Amerika İsrailin, əvvəl də dedim, İsrailin təhlükəsizliyini qorumaqdan ötürü, baxın, 2011-də Ərəb Baharı, 2012-ci ildə Amerika İsrailin təhlükəsizliyini qorumaqdan ötürü Türkiyənin Malatya şəhərinin Kürəcic nahiyəsində radar üssü, baxın, radar üssü yerləşdirildi. O radar üssü İsrailin təhlükəsizliyini qoruyur. Yəni, bugün İrandan bu əvvəl Qəzza vasitəsilə İsrailə raketlər atırıldı. Həmin o məlumatlar birinci Kürəcikə gəlildi, sonra İsrailə. Və beləliklə İsrail öz hava məkanını işə salıldı. Yəni, qoruna bilildi. Görürsünüz? Yəni, Türkiyə burada İsrailin qorunmasına xidmət göstərir. Yəni, Türkiyədəki Ərdoğan rejimi ancaq buna xidmət göstərir. Türkiyənin bir çox şəhərlərində Amerika bazaları var. Biri Adanada var, Diyarbəkirdə var və digər şəhərlər, İzmirdə var. Bu da Türkiyənin özünə zərərdir. Qonşu ölkələri qoydum kənara. Öz daxilinə zərərdir. Baxın, Türkiyə tarixində 60-da, 1960, 1970, 1980 və 1998-də dövlət çevrilişləri baş verdi. Hamısında kim dəstəklədi? Amerika. Amerikanın Türkiyədəki bazaları. Biz dəfələrlə dedik, Türkiyə əgər müstəqil dövlətdirsə, bu bazalar nəyə lazımdır? Demək ki, Türkiyə yarı müstəqil dövlətdir. Müstəqil dövlətlərdə heç bir ölkənin bazası olmaz. Xüsusən bu Amerika ola, ya Rusiya ola, ya Fransa ola. Bunlar Amerikası, Fransası, Rusiyası, bunlar imperiapərəst dövlət siyasətini təbliğ edən ölkələrdir. İmperialist ideyanı, siyasəti təbliğ edən ölkələrdir. Biz Türkiyənin Azərbaycandakı səfirliyi qabağında, belə bir dinc aksiya keçirdik. Türkiyədəki Amerikan bazaları bağlansın. Türkiyə müstəqil dövlətdir. Bizi o zaman linç etdilər. Yəni, ən sərt şəkildə. Niyə? Çünki Amerika Türkiyəni güya qoruyur, dırnaq arası. Türkiyə NATO-nun üzvüdür. Bu nə deməkdir? Biz Türkiyəni müstəqil respublika bilirik. Müstəqil dövlət bilirik. Atatürkün qurduğu bir dövlət bilirik. Rejim gəldi, gedərdi. Ora Atatürkün qurduğu bir dövlətdir. Baxın, tarixə baxın, araşdırın, arxivə, xüsusən arxiva baxın, onda görəcəksiniz. Türkiyənin keçmiş prezidenti Turgut Özal seçildi. İlk səfərin Azərbaycana etdi. Daha sonra Azərbaycandan Orta Asiya ölkələrinə. Niyə etdi? Çünki Amerika istəmişdi. Amerika istəmişdi. Amerika keçmiş Sovet müstəmləkəsi olan Azərbaycanı, yəni Qafqazı və Orta Asiyanı
öz əlində saxlamaq istəyirdi. Onun üçün də müttəfiqi olan Türkiyəni, xüsusən Turgut Özalı Azərbaycana və Orta Asiyaya yolladı. Əgər Turgut Özal vəfat etməsəydi, yəni zəhərləndirilməsəydi, qəfil öldürülməsəydi, artıq razılıq əldə olunmuşdu. Razılıq əldə olunmuşdu. Güya Azərbaycan, Orta Asiyanın türk-türklü dövlətləri və Türkiyə arasında hərbi pakt imzalanacaq. Amerikanın, yəni daha doğrusu Türkiyənin Amerika nəzarəti altında Azərbaycanda hərbi bazalar olacaq. Bu əvvəl planlaşdırılmışdı. Amma baş tutmadı. Turgut Özalın vaxtsız ölümü ilə bu baş tutmadı. Bu plan da suya düşdü. Çünki o zaman Azərbaycan iqtidarında Elçibəy vardı. Və Elçibəy öz dili ilə deyildi bunu. Güya Elçibəy təklif edib, amma əslində isə bu Turgut Özalın planı idi. Amerika çünki o Turgut Özala bu təlimatı vermişdi. Get Azərbaycana, Qazaxıstana, Özbəkistana, Türkmənistana, onlara bildir ki, hərbi pakt imzalansın, Türkiyənin Amerika nəzarəti altında Azərbaycanda və Orta Asiyada bazaları olsun. Yəni Amerika istədiyi vaxt Azərbaycanı, yəni Qafqaz bölgəsini və Orta Asiya bölgəsini idarə etsin. Bunu Əbülfəz Elçibəy arxiva baxın, görəcəksiniz. Amma Əbülfəz Elçibəy nə deyildi? Əbülfəz Elçibəy özü təklif edib. Amma bu Turgut Özalın Amerikanın istəyi ilə təklif edir. Amma bu plan da baş tutmadı. Onun üçün də mən əvvəl çıxışlarımda, məqalələrimdə yazırdım ki, Türkiyə ilə Azərbaycan məsafəli durmalıdır. Hər kəs məni düşmən adlandırmışdı. Sən düşmənsən, sən türk düşmənsən. Mən özüm türkəm, Azərbaycanlı türkəm. Mən niyə düşmən olmalıyam? Sadəcə mən deyildim ki, Türkiyə deyil, türk xalqı deyil. Türkiyədəki rejimlə məsafəli durmalıdır Azərbaycan. Yoxsa 1920-ci ildəki kimi Azərbaycan öz müstəqilliyini itirə bilər.